Salam Asif. Salam Nail. Necəsən? Yaxşıyam, çox sağ ol. Sən necəsən? Şükür Allah, şükürlər olsun. Yaxşı olaymış. Necə oldun, müğənni oldun? İstədim oldum da yəqin ki. Çalışdım, əziyyət çəkdim. Yəni ki, ən yaxşı bacardığım iş bu idi da, müğənni oldum deyəndə ki. Ən yaxşı bacardığım bu idi məndə. Meyxana janrında uğur qazana bilmədin deyə müğənniliyə keçdin. Məni müğənnilikdən qabaq elə meyxanası kimi tanıyırdılar. Hər halda bunun özü bir uğurdur. Gecə-gecə mahnı yetərincə populyar oldu. Amma Simam tanınmadı. Səbəb efirdə görsənməməyimdir də hər halda. Efirlərdə olmamağımdır. Niyə efirlərdə görünmürsən? Yəni bu efirlərin dəvəti ilə əlaqədar olan bir şeydir. Yəni mənim şəxsi kaprizimlə əlaqədar deyil. O mahnını səndən sonra yetərincə populyar olan Ədalət Şükürov və Nura Suri ifa etdi. Səncə, sən onlardan yaxşı oxumusan, yoxsa onlar səndən yaxşı oxuyublar? Mən onlardan daha yaxşı oxumuşam. Bunu mən demirəm. Bunu yəni kimdən soruşsaz xalq deyir. Sən də mi o meyxana ustalarından və müğənnilərdənsən ki, şəxsi həyatından danışmağı sevmirsən? Yoxsa... Yox, mən tamaşaçılardan heç nəyi gizlətmirəm. Yəni mən öz Instagram hesabımda da kifayət qədər yəni şəxsi həyatımdan paylaşımlar eləyirəm. İzləyicilərdən üzr istəyirəm, tamaşaçılardan üzr istəyirəm. Mən ailəliyəm. 2 uşağım var. Bir oğlan, bir qız. Yəni bundan o tərəfə nə maraqlıdırsa soruşun, cavablandıraram. Gecə-gecə mahnısından sonra hələ ki Asif Məhərrəmovdan növbəti bomba kimi partlayan bir ifa yoxdur. Səbəb nədir? Əslində bir ifa çıxartdıq, düzdür. İstədiyimiz nəticəni hələ verməyib. Yəni bu o demək deyil ki, verməyəcək də. Bəzən olur ki, mahnı çıxardırıq və yaxud da çıxardırlar. Bir neçə müddətdən sonra o öz effektini göstərir. Düzdür, gecə-gecə bu gün internetə qoyuldu, hətta bir neçə saat sonra öz effektini göstərdi, partladı. Amma bu birisi hələ ki sakitdir. Növbəti mahnı hazırlayırıq. Bilmək olmaz, bəlkə o daha effekti alınar bu ikinci mahnıdan. Nə əcəb gecə-gecə klip çəkdirmədin? Ehtiyac olmadı, ona ehtiyac olmadı. Belə bir sual vermək istəyirəm. Müsahibələrin birində xanım ifaçımız Nura Suri gecə-gecə mahnısından söz açdı və sənin adını çəkmədi. Aha. Bir oğlanın ifasında eşitdim, bəyəndim və oxudum dedi. Heç əlaqə saxlamısanmı ki, niyə mənim adımı çəkməmisən? Yox, əlaqə saxlamamışam. Əslində gecə-gecəni kim ifa eləyibsə, onu məndən eşidib ifa eləyib. Yəni şərt o deyil mənim adımı çəksin, heç mənim onun adımı çəkməyinə ehtiyacım da yoxdur. Amma bir şeyin mən vurğulamaq istəyirəm ki, doğrudan o elə bir müğənninin olduğunu mən gecə-gecə mahnımı ifa eləyəndən sonra bilmişəm ki, belə bir müğənni var. Sonra maraqlandım, dedilər, yox, çox daha müğənnisidir. Amma mən onu gecə-gecə mahnısını ifa eləyəndən sonra tanımışam. Bəyəndin mi ifasını? Oxuyub da, o da özü üçün oxuyub. Bəs Ədalət Şükürov? Ədalət Şükürov sənətinə, şəxsiyyətinə hörmət elədiyim sənətçilərdəndir. Əlaqə saxlamışıq bu mahnı ilə bağlı. O da özünə xas oxuyub. Meyxana ustaları üçün yol açan, yəni söhbət mahnı ilə meyxananın qarışığından gedir. Namiq Qaraçuxurlu oldu. Bu fikirlə razısan? Bəli, Namiq Qaraçuxurlu mənim kumirimdir. Şəxsi tanışlığınız var? Yox, şəxsi tanışlığım yoxdur.